Salam değerli abituriyentler. Bugün sizinle beraber modal feil bölməsinin suallarının izahına baxacağıq. Bildiğiniz kimi bu suallar bizim ödənişsiz WhatsApp qruplarımıza atılır və izahları da səhifəmizdə paylaşılır. WhatsApp qruplarının linkinə aşağıdakı linkdən keçidləyib daxil ola bilərsiniz. Həmçinin qrammatik suallardan əlavə 9 və 11-ci sinif imtahan tipində esse sualları və nümunə esselər də qruplarımıza atılır. Gəlin iki sualın izahı ilə başlayaq. Modal feil qaydaları da ki üzərində izah eləyəcəm. Burada görürsünüz ki, outdan sonra to gəlib, doğrudur. Can sadə gəlib, must gəlib, have to gəlib, needn't gəlib. Yəni burada bizdə variantdan çıxa biləcəyimiz bir şey yoxdur. Ona görə gəlirik cümlələrimizə baxırıq. Deyir ki, burada 2 dənə cümlə verir və birində boşluq var. Bu cümləni bizə maraq üçün verməyib. Bu cümlənin verilmə məqsədi var. Yəni bu bizə açar rolu oynayır. Ona görə tərcümə eləməliyik. Deyir ki, Tom, Kate-ə zəng eləməyi unutma. Unutma deyir və görək burada Tom nə deyir? Tom deyir ki, I have already phoned. Deyir ki, mən artıq zəng eləmişəm. Mən artıq zəng eləmişəmsə, mən artıq yəni ehtiyacım yoxdur da zəng eləməyə. Variantlara baxaq. Ought to nə deməkdir? Mən zəng eləməliyəm. Can də zəng eləyə bilərəm. Ought to ümumiyyətlə can-ə bərabərdir. Zəng eləyə bilərəm. Must-la have to bir-birinə bərabərdir. Yəni zəng eləməliyəm. Amma az öncə nə dedim? Mənim zəng eləməyə ehtiyacım yoxdur. Yəni zəng eləməməliyəm. Çünki artıq zəng eləyib. Doğru cavabım Y variantıdır. Belə baxanda 4 dənə təsdiqdədir. Biri inkardadır. Heç belə deyim, cümlə tərcüməsini eləyə bilmədiyiniz halda, yəni sualı boş qoymaqdansa ən azından bu taktiği yoxlaya bilərsiniz. Yəni hamısı təsdiqdədir. Qrammatik bir səhv yoxdur. Bir dənə imkarım var. Cümlənin tərcüməsinə görə o uyğun gəlir. Need-dəki bildiyiniz kimi digər suallarda da izah edəcəm. Yenə də özət keçirəm. Need əgər modal feildirsə, inkarı özü ilə düzəlir. Həmçinin sual cümlələrdə need-in özü ilə düzəlir. Modal feil olduğu halda. Daha sonra gələk ikinci suala. Yenə ikinci cümləni bizə açar olaraq verir. Gəlin tərcümə eləyək. Deyir ki, the baby is sleeping here. Deyir ki, uşaq yatır burada. Burada 4-ə baxıram. Will-dən sonra be gəlməlidir. Will be able to olar. Ona görə 4 səhvdir. Will be-dən sonra able-ın burada to-su olmalıdır. Ona görə 2 də səhvdir. 1 ilə 3 doğrudur. Gəlin tərcüməyə də baxaq. Deyir ki, uşaq burada yatır. Sən yəni içəridə siqaret çəkməməlisən. Gərək çəkməyəsən, çəkə bilməzsən. Yəni bu kimi tərcüməyə gəlir cümləmiz. Üçüncü suala baxırıq. Yenə bizdən doğru cavabı istəyir. Baxın, cümlələrimizdə bir have var, bir də ki need var. Gəlin bunlara bunun qaydasına baxaq. Have əgər, have yox, daha doğrusu have to. Have to, has to əgər modal feildirsə, bunun inkarı və yaxud da ki sual cümləsi do-la, does-la düzələr. Əgər modal feildirsə, modal olduğu halda, modal. İndi baxırıq cümləyə. Do-la, does-la həmçinin had to da var ki, keçmiş zamanı. Bu da ki did-lə düzəlir. Yəni baxırıq cümləyə. Burada have-dən sonra to yoxdur. Ona görə modallığım alınmır. 2 doğrudur. İndi baxaq need-in qaydasına. Need isə need. İnkarı olur needn't. Və yaxud da ki, sual cümləsində də ki, need qabağa keçir. Hansı halda əgər modal olarsa, need bu şəkildə işlənir. Yəni ki, inkarı özü ilə düzəlir. 4 doğrudur. Üçümü isə əsas feildir. Burada need əsas feildir. Niyə? Çünki əsas feili birlikdə sualı, inkarı do-la, did-lə, does-la, yəni köməkçi feillərlə qurulur. Ona görə burada 3-dəki need əsas feildir. Həmçinin 4-də bir dənə bunu da deyim ki, need-i görürsünüz. Əgər need əsas feil olsaydı, burada go-nun nə işi vardı?
Go da əsasdır, need də əsasdır. Elə bir şey olarmı? Yox. Go əsasdır. Need isə köməkçidir, yəni modal feildir. 2, 4 doğru cavabım B variantı. Daha sonra 4-cü suala baxırıq. Cümlədə neither nor burada to səhvdir. Tuition fee. İkinci cümləyə baxırıq. Deyir ki, onlar ödənişsiz təhsil alırlar. Ödənişsiz təhsil alırlarsa, deməli, nə Nuray, nə də ki, onun bacısı tuition fee, yəni ki, ödəniş ödəməməlidir. Cümləm, yəni, inkarda olmalıdır. Burada must ödəməlidir deməkdir. Have to da ödəməlidir deməkdir. Amma bir şeyə də diqqət yetirməliyik. Neither nordan sonra gələn xəbərim, burada xəbər gələcək. Buradakı nordan sonra gələn isim əsasən uzlaşır. Yəni, burada gələn boşluğa yazacağımız xəbər her sister bu mübtədaya əsasən uzlaşır. Dediyim nədir? Burada her sisterdirsə, have to heç ümumiyyətlə gələ bilməzdir. Yəni, mənanı qoydum bir qırağa. Have to-nun gəlmək kimi bir imkanı yoxdur. Çünki her sister təkdədir, burada has to olardı. Məna düz gəlsəydim. A-la D getdi. Yəni, neither norda uzlaşma nordan sonra gələn sözə əsasən aparılır. Bu qaydanı da yadınızda saxlayın. Burada doesn't have, bunun ümumiyyətlə to'su yoxdur. Don't have to, needn't. Needn't burada köməkçi feil kimi işlənər. Deyir ki, onların ödəməyə yəni ehtiyacları yoxdur. Amma bir şeyə fikir verməliyik. Az öncə dediyim kimi, her sister isə mənim xəbərim təkdə olmalıdır. Yəni ki, don't olmaz. Don't bildi ki, cəm xəbərlə uzlaşır. Doesn't olardı. Yəni, C variantı doğru olardı, amma bundakı to'su yoxdur deyə C səhvdir. B variantı isə don't cəmdə olduğu üçün səhvdir. Ona görə B-ni çıxdım. Doğru cavabım Y variantı olacaq. Daha sonra 5-ci suala baxaq. Burada nə deyir? Should'u gördük. Çox sadə bir sualdır. Bunu qayda olaraq yadınızda qalsın deyə yazıram. Həmçinin esselərdə də bəzən should ilə məsləhət verici cümlə yazırıq. Should'dan sonra feilin birinci formada gəlir. Yəni ki, give. Bunu unutmayın. Yəni, ing-lik və yaxud da keçmiş forma to ilə olmaz. Should'dan, ümumiyyətlə, modal feildən sonra gələn əsas feilin birinci formasında olmalıdır. Yəni ki, doğru cavabımız C variantıdır. 6-ya baxırıq. You gəlir. You-la has to olmaz. Don't have to olardı. Are able to olardı. İndi uzlaşmaya baxırıq. Burada every day var. Every ilə had, yəni keçmiş bitmiş. Keçmiş zaman daha doğrusu keçmiş zamanın modal feili uzlaşmaz. İndiki zamanda olan modal feil uzlaşar. You have to listen. Yəni ki, sən deyir dinləməlisən, sən deyir dinləmə zəif nöqtəndir. Sən gərək hər gün audiolara qulaq asasan. Burada 2 dənə sualımız var. Ulduzlu. Bunlar keçən ilin buraxılış suallardır. Baxın, görün necə də sadədir. Yəni, heç bir şəkildə modal feil, ümumiyyətlə qrammatik suallar rahat səviyyədə düşür. Orta səviyyədə düşür. Baxaq, deyir ki, onun İngilizcəsi əla idi. Ona görə o yaxşı iş tapa bilər. Bu tərcümə əsaslandır. Əgər tərcümə edə bilmirsinizsə, gəlin variantlara baxaq. Doesn't have to olardı. Won't be able to olardı. Have to, has to'nun belə deyim, inkarı haven't və yaxud da hasn't plus to. Bu olmaz. Yəni, inkarı özü ilə düzəlməz. Do, did, does, yəni did də keçmişində bunlarla, yəni köməkçilərlə düzələr. Ona görə B variantım yanlışdır. A variantında isə has'in to'su yoxdur. Yəni, modal feil kimi to işlənməlidir. Doğru cavabımız Y variantı will be able to. Bir səhv düşüb orada.
8-ci suala baxırıq. 8-də yenə ikinci tərəfdə cümlə verib tərcüməyə baxmalıyıq. Deyir ki, onların bu gün dərsləri yoxdur. Ona görə də the kids get up early. Deyir ki, erkən oyanmalarına ehtiyac yoxdur. Yəni gərək erkən oyanmasınlar. Bu mənaya gəlir. Gəlin cümləyə baxaq. Burada qrammatik olaraq səhvimiz 3-dədir. Have-dən sonra to gələrdi. Mənaya görə də ki, 1 ilə 4 olacaq. Must o deməkdir ki, onlar erkən oyansınlar. Amma dərsləri yoxsa niyə oyansınlar? Yəni, məna uyğun gəlmir. O da ki, deyir ki, oyanmalılar, yəni oyana bilərlər. Amma mənaya görə 1 ilə 4 olmalıdır. Oyanmamalıdırlar, gərək oyanmasınlar. Yəni, erkəndən oyanmasınlar. Dərsləri yoxdur deyə. Sonra 9-a baxırıq. 9-da deyir ki, there are plenty of tomatoes in the fridge. Deyir ki, buzluqda çoxlu pomidor var. Sən you buy any. Any-ni gördünüz? Any inkar cümlələrdə işlənir. Bunu yadınızda saxlayın. Will be able to. Bu yerindədir. May də yerindədir. Are. Burada görürsünüz. Able to olardı burada. İndi baxdıq cümləmizdə any var. Any varsa B və A variantı təsdiqdə olduğu üçün çıxır. D və Y variantı inkardadır deyə saxlayıram. Amma baxırıq. Məna cəhətdən uzlaşırmı? Deyir ki, sənin heç almağa ehtiyac yoxdur. Yəni, pomidor buzluqda var deyə almağa ehtiyac yoxdur. D-də də deyir ki, almamalısan. Amma zaman fərqi var. Baxın, burada are indiki zamansa, burada didn't-la keçmiş zamanda verməyimiz yanlışdır. Doğru cavabımız Y variantı olacaq. Yəni, deyir ki, sənin almağa ehtiyac yoxdur. Need köməkçi feildir, modal feildir. Özündən sonra by əsas feilimiz gəlir. Köməkçidir deyə need-in inkarı özü ilə düzəlir. Bunu da ki, dedim ki, qaydanı belə təzələyək. Gəldik sonuncu sualımıza. Nobody görürük. Nobody inkardır. Bir cümlədə 2 inkar olmaz. Won't, isn't çıxdı. Baxın, nöqtədən sonraya mütləq diqqət eləməlisiniz. Görün, to varmı? To varsa could olmaz. İndi was able, were able. Baxın, to'su yerindədir. To'ları yerindədir. Bəs yanlış olan nədir? Xəbərlərə baxmalıyıq. Nobody, yəni törəmədir. Törəmənindəki xəbəri təkdə olacaq. Was, Y variantı səhvdir. Were olmazdı. Belə dəyərli abituriyentlər 10 sualın izahına baxdıq. Diqqətli olun, imtahana az qalıb. Digər sualların da izahı gələcək. Sağ olun.